Bir dua var, ona mücir duası deyirlər. Mübarək Ramazan ayının 13-i, 14-i və 15-ci günlərdə, gecələrdə oxunur. Bu günlərə Əyyamul Beyz, ağ günlər deyilir. Allah Rəsulü Məscid-i Həramda, Məqam-ı İbrahimdə namaz qılarkən ki, üzü Kəbəyə dayanır, namaz qılır, Cəbrəil Əmin əleyhissalam nazil olur və Allah Teala tərəfindən bu duanı gətirir Peyğəmbərə. Kəfəmi Bələdül Əmində və Misbahda bu duanı gətiribdi və çoxlu fəzilətlər sadalanıb bu duadan ötürü. Buyurulur ki, hər kəs bu duanı Əyyamul Beyz, yəni ayın 13-i, 14-i, 15-i oxuyarsa, mübarək Ramazan ayında, günahları bağışlanar. Onun günahları yağış damlalarının sayıları qədər olsa belə. Yağış yağarkən yağış damlalarının sayını bilirik. Xeyr. Ümumiyyətlə hesablamaq mümkün deyil. Yəni bu kəsrəti, mübaliğəni çatdırır. Yəni insanın nə qədər günah olsa da belə, əgər Ramazan ayında sidqi niyyətlə istiğfar edir, Allaha sığınır, tövbə edir, bu dua Allahın adlarıdır, izah edəcəyik. Allah onun günahlarını bağışlayar. Əlbəttə, haşiyədə həmişə olduğu kimi bunu ərz edəm ki, mənası bu deyil. İnsan bilərəkdən deyir, mən günah eləyim, gedin bu duanı oxuyum. İnsan qəflətinə, şəhvətinə uyur, nəfsinə əsir olur, günahlar edir və günahlar edibdir, istəyə bağışlana, bu duanı oxumaq çox gözəldir. Buyurur ki, əgər hər kəs Ramazan bu duanı oxusa, onun günahları yağış damlalarının sayı qədər olsa belə, ağacların yarpaqları qədər olsa belə, səhraların, qumlarının, dənələrinin sayı qədər belə olsa, Allah onu bağışlayar. Hər kəs bu cür duasını oxusa, xəstəliklərinə şifa tapar. Bu dua xəstəliklərin şifası üçün çox təsirlidir. Bu dua ehtiyatsız olmaq üçün çox təsirlidir. Bu dua insandan qəm-qüssəni aparar. Məxsusən bu dövr ki, bu əsr ki, stres əsri adlanır. Qəmli, kədərli insanlar, həyəcanlı insanlar, stresli insanlar, o insanlar ki, qəmə qüssəyə düçar olurlar, bu duanı oxusalar yaxşı olar. İnsandan bu duanı aparar. Bilirsiniz, qəm qüssə iki cürdür. Biri müsbətdir. Hədislərdə var ki, mömin ağlayar gecələr, qəmli qüssəli olar. Şiələr ağalarının, İmam-ı Zamanlarının zuhurunun təcilində, onun hicrində ağlayarlar, qəm qüssəli olarlar. İnsan günahları üçün bu qəm-qüssə müsbətdir. İlahi övliyalar üçün elə bir gecə yoxdur ki, onlar ağlamasınlar, nalə etməsinlər. Bu yaxşı haldır. Amma o ki, qəm-qüssə, stresdən danışdıq, o bundan ibarətdir ki, insan dünya övladı olur, dünya prosesləri onun ağışına alır. Borcu, xərci, krediti, stres və həyəcan və s. axır bu məsələlər. Mucir sözünün mənası nə deməkdir? Bu duanın adı ki, mucirdir, yəni pənah verən. Ki Allah insana pənah verir. Pənah nə deməkdir? Yəni sığınacaq. Deyir ki, Əuzu billahi minəşşeytanirracim. Sığınıram, pənah aparıram Allaha dərgahdan qovulmuş şeytandan. Yəni sığınıram. Bizlər gərək nəfsimizdən, şeytandan, şeytanın vəsvəsələrindən,
həsud insanların həsəd etmələrindən, zalimlərin zülmlərindən, xülasə insi cinnin şərrindən bir sığınaq gələ Allaha. Mucir sözünün mənası bu deməkdir. O ki, bu duada Allah adlarını oxuyuruq, Subhanəkə deyirik, sonra deyirik əcirna minən nar ya mucir. Yəni bizləri cəhənnəm odundan pənah ver. Bizləri cəhənnəm odundan xilas elə, bizlərə pənah ver, bizlərə cəhənnəm odundan sığınacaq ver.